Salam, hər vaxt xeyir olsun əziz izləyicilər. Bu videoda da sizlər üçün dim test ordusu 1-ci hissədən 11-ci isbat məsələsini həll edəcəyik. Başlayaq isbata. Demək, bizə ABC üçbucağı verib, bərabər tərəfli üçbucağı verib. Daxilində bir böyük çevrə, bir də kiçik çevrə verilib. Bizə deyir ki, R1-in R1-ə nisbətinin 3 olduğunu isbat edin. Demək, şəkilə diqqət edək. Bilirik ki, bərabər tərəfli üçbucaqda daxilə çəkilmiş çevrənin mərkəzi və yaxud da ki, xaricə çəkilmiş çevrənin mərkəzi, hündürlüklərin kəsişmə nöqtəsi, medianların kəsişmə nöqtəsi, tənbəllərin kəsişmə nöqtəsi hamısı eyni nöqtəyə düşür. Digər tərəfdən də biz bilirik ki, medianlar kəsişəndə təpədən başlayaraq 2-1 nisbətində bölünür. Demək, bilirik ki, artıq bu R hündürlüyün 1/3 hissəsidir və yaxud da ki, medianın 1/3 hissəsidir. Nə edək? Bu çevrələrin toxunma nöqtəsindən AB-yə paralel düz xətt çəksəm, bərabər tərəfli üçbucaq olduğuna görə, burada bu bucaq 60 dərəcə olduğuna görə bu da 60 dərəcə olacaq və burada yenidən bir bərabər tərəfli üçbucaq yaranacaq. Yəni, yenidən bir bərabər tərəfli üçbucaq yaranacaq və bunun eyni qayda ilə bərabər tərəfli üçbucağın daxilinə çəkilən çevrənin mərkəzi yenə eyni qayda ilə hündürlük, median, tənbəllərin kəsişmə nöqtəsinə düşür. Bu da təpədən başlayaraq 2-1 nisbətində bölünür. Yəni, bu da R-dir. Buradakı da R-dir. Təpədən başlayaraq 2-1 nisbətində bölünürsə, bu da R-dir, onda bu da R-dir. Bura 2 hissə, burası 1 hissə olmalıdır. Onda 2-1 nisbətini burada tətbiq edə bilərik. Bu kiçiyin radiusu R1-dir, daha doğrusu R1 yazaq. Bunlar R1-lərdir. İndi burada nə edirik? Biz dedik, böyük üçbucaqda da eyni qayda iləndir. Yenə də eyni qaydanı bunun üçün tətbiq edəsək, bu əgər R-dirsə, bundan sonraki təpəyə qədər OC 2-yə bərabərdir. Yəni, demək, bura deyirəm, M deyirəm, bura. OM əgər R-dirsə, OC 2-yə bərabərdir. OC 2-dir. OC-nin bu O-dan çevrəyə qədər məsafəsi R olduğuna görə, onda burada diqqət eləsəz, bizim böldüyümüz o 3 dənə R1 var. Bu 3 dənə R1-ə 1 R qalır. Çünki OC-dən əgər R-in 1-in çıxsaq, qalar 3 dənə R1. 3 dənə R1 qalar. Digər tərəfdən də OC-nin 2 R olduğunu bilirik. Onda 2 R çıxılsın R bərabərdir 3 dənə R1. Və buradan R-in 3 dənə R1 olduğunu alarıq. Yəni, bu da bizə onu verir ki, R-in R1-ə nisbəti, yəni 3-ə bərabərdir. Demək, isbat olundu. Belə əziz şagirdlər, sağ olun, növbəti videoda görüşənədək.